Azərbaycan Şimali Koreya deyil ki, internet bağlı olsun. Mən hamıya deyirəm, Azərbaycanda istənilən müəllifin, istənilən videosunu, istənilən kitabını alıb gətirib oxuya bilirsən. Bilik almaq perspektivindən, fərqindəlik yaratmaq perspektivindən, özünü tanımaq perspektivindən sənə heç bir maneə yoxdur Azərbaycanda. Dünyanın ən yaxşı alimlərini belə oturub evində, divanında normal qiymətə internetlə, yaxşı sürətli internetlə baxa bilərsən. Səni heç kim saxlamır. Səni yeganə saxlayan odur ki, sən işə gedirsən, 9-dan 6-ya qədər işləyirsən, sonra deyirsən ki, mən yorulmuşam və 6-dan sonra başlayırsan TikTok-u scroll eləməyə, blogerlərə baxmağa, kim nə geyindi, dedikodu ilə məşğul olmağa. Mən deyirəm, olmazmı? 6-dan 11-ə qədər 5 saatın var da. Oturub maliyyə savadlığı ilə məşğul olasan, oturub investisiya savadlığı ilə məşğul olasan, öz ailəvin büdcəsini yazasan. O büdcədə mən nəyə qənaət eləyə bilərəm ki, onu mən investisiya yatırım ki, 20 ildən sonra mən də milyonçu olum. Bax, bu barədə sən düşünürsən, yoxsa düşünmürsən? Fundament odur. Yoxsa gəlirsən 6-ya qurban modunda, mən o qədər ki, bugün işləmişəm, nə qədər işləmək olar? Mənə ən çox linç edilən mövzu budur da. Fərhad deyir ki, çox işləmək lazımdır. Mən demirəm ki, gedib kiməsə çox işləmək lazımdır. Özünə çox işləmək lazımdır. Öz üzərində çox işləmək lazımdır. Sənin arzularını 9-dan 6-ya kimi iş öldürmür. Sənin arzularını o 6-dan saat 11-ə kimi yatmadığı müddətdə etmədiyin işlər öldürür. O 5 saat vaxtın var da, nəyinlə məşğulsan o 5 saat? Dincəlməklə 20 yaşında. Mən deyirəm, bunu 60 yaşında dincələ bilərsən, amma 20 yaşında dincələ bilməzsən. Palantir şirkəti var, dünyanın ən iri IT şirkətlərindən biridir. Onun baş icraçı direktoru çox yaxşı söz deyibdi. Deyir, mən 20 yaşında çox yaxşı sosial həyatı olan uğurlu insan tanımıram. 20 yaşında yaxşı sosial həyatı olan uğurlu insan tanımıram. Sən 20 yaşından 35 yaşına eşşək kimi işləməlisən. Budur uğurun sirri. Başqa heç bir sirri yoxdur. Haram pul qazanmağın yolu uğurlaya bilərsən, mən nə bilim falan, onları kənara qoyuram da. Mən bunları heç vaxt heç kimə məsləhət görmərəm. Amma odur ki, sən 20 yaşından hamı klublara gedəndə, hamı eylənəndə sən oturacaqsan 15 saat gündə və öz gələcəyini quracaqsan. Bu cür orta statistik insan varlana bilər. Və 35 yaş da çox da böyük bir yaş deyil. Yəni 35-40 sən öz pikivə çatırsan. Sən elə yaxşı qidalansan, özünə baxsan, sən rahat bu günləri 120 il yaşaya bilərsən. Sən 40 yaşına qədər çoxlu işləyərək yaxşı pul qazansan, yaxşı ailə qursan, sən 40 yaşından sonra növbəti 80 ili çox yaxşı yaşayacaqsan.